Xeyr. Günah qazanan və xətaları özlərini bürüyən kimsələr, məhz onlar od sakinləridir və orada əbədi qalacaqlar. İman gətirib yaxşı işlər görənlər isə cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Bir zaman biz İsrail oğulları ilə Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbiyə, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla haqdan üç çevirib döndünüz.